Salam, hörmətli tamaşaçılar, xoş gördük hamınızı. Yoxluğa yoluxma verilişinin ilk sayı ilə yeni evinizin qonağıyıq. Verilişin adından bəlli olduğu kimi cəmiyyəti yoxluğa aparacaq zərərli vərdişlərin yaratdığı problemlərdən söhbət açacağıq. Bu işdə bizə kömək edəcək mütəxəssislər verilişimizin qonaqlarını istərdim sizə təqdim edeyim. Klinik psixoloq Nigar xanım Novruzlu. Nigar xanım, xoş gördük sizi. Xoş gördüm. Və həkim kardioloq Azər doktor Mustafayev. Azər doktor, xoş gördük. Başlayalım Nigar xanım sizdən. Başlayaq. Narkomaniya dedikdə narkotik maddələrdən asıllıq nəzərdə tutulur və əslində xəstəlik asıllıqdır. Asıllıq necə formalaşır? Bu barədə tamaşaçılarımıza ətraflı məlumat verərdiniz. Ümumiyyətlə, bu zərərli vərdişlərin istifadə olunması ilə bağlı əslində bağımlılıq, yəni asılılıq bir xəstəlik termininə gələnə qədər çox bir müzakirəli bir mövzu olmuşdur. Çünki burada müzakirə olunması səbəbi nədir? Zərərli vərdişləri olan insanları stigma etmədən, cəmiyyətdən izolə etmədən onları hansı bir şəkildə həm cəmiyyətə inteqrasiya etmək lazımdır və eyni zamanda müalicə etmək lazımdır. Və zamanla təbii ki, bu xəstəliyin adı asılılıq kəlməsi ilə formalaşıb günümüzə qədər gəldi. Amma bugünkü gündə çox təəssüflər olsun ki, asılılıqla vərdiş kəlməsi artıq yanlış belə deyim də. Yəni hər ikisinin müqayisə eyni götürülür. Eyni götürülür, amma tamamən təməl aldığımız zaman ikisi də tamamən fərqli bir kəlmələrdir. Vərdiş bir insanın rutin halına gələn, yəni monoton bir şəkildə həyatında istifadə etdikləri vərdişdir. Amma biz hansı halda bir pasient gəldiyi zaman biz ona deyirik ki, səndə asılılıq var və bunu xəstəlik bazı olaraq dəyərləndiririk. Təbii ki, psixoloji xəstəliklərin, yəni psixiatrik xəstəliklərin DSM-5 və ICD kateqoriyasında verdiyi bəlli bir kriteriyalar var ki, hansı ki o kriteriyalar qarşılanmalıdır. Burada başlıca bir səbəb nədir? Bir insan hər daim o asılılığı arxasınca getməyə başlayırsa, yəni artıq bunu kontrolsuz şəkildə istifadə etməyə başlayırsa, bu istifadə olunma zərərli bir şəkildə istifadəyə dönüşübsə, yəni burada artıq bizim üçün miqdar önəmli deyil. Çünki müraciətlər zamanı miqdar çox belə deyim qarışdırılır və deyir ki, mən az miqdar istifadə edirəm, düşünürəm ki, aslı deyiləm. Bir yerdən sonra bizim üçün miqdar artıq önəm kəsb etməməyə başlayır və bunun arxasınca bu maddələri istifadə etmədiyi zaman həm psixoloji, həm fiziksel olaraq ciddi bir şikayətlər yaşamağa başlayırsa, biz artıq həmin insanda asılılıq xəstəliyi var deyirik. Yəni hər vərdiş, yəni hər hansısa bir vərdişə biz artıq bu asıllıq xəstəliyinə düçar olub deyə bilmirik. Eynən. Yəni biz həyatımızda hər hansı bir davranışımız vərdiş ola bilər. Deyəlim ki, bugün hər hansı bir vərdişi etməyi unutmuş ola bilərik. Amma bu bizim gündəlik həyatı keyfiyyətimizə, eyni zamanda fiziki və psixolojik sağlamlığımıza heç bir şəkildə mənfi təsir göstərməz. Amma asılılıq olduğu zaman biz bundan ciddi bir şəkildə zərər görməyə başlarıq və onu əldə etmək üçün münbit bir şərait axtararıq və özümüz ya da o bir deyəlim ki, sosial mühitlərə daxil olmağa başlayarıq. Asılılıqla vərdişi ayıran təməl xüsusiyyətlərdən birisi də budur. Təbii ki də asılılığın yaranma səbəbi varmı? Təbii ki də var. Ümumiyyətlə, insanlar, hansı kateqoriyada insanlar asılılıq ola bilər və ya deyəlim ki, potensial gələcəkdə asılılıq xəstəliyini daşıma ehtimalı varmı? Təbii ki də var. Burada bir çox məqamlar, faktorlar ortaya girir ki, bunun biolojik səbəbləri ola bilər, psixolojik səbəbləri ola bilər və çevrəsəl səbəblərdən yaranmış ola bilər. Biz əgər asılılığı davranış və ya qeyri-davranış forma, yəni iki növə ayırsaq, hal-hazırda yəqin ki, elə narkotik maddə asıllığına keçməzdən öncə istərdim biraz davranış asıllığına toxunaq ki, davranış asıllığı da son dövrlərdə ölkəmizə geniş vüsət alıb, elə narkomaniya ilə demək olar ki, bərabərdir. Davranış asılılıqları təbii ki də artıq bu, belə deyim də, tütün, spirtli içki və narkotikdən daha sonra yaranmağa başladı və belə deyim də, kapitalizmin öz gətirdiyi stres faktorları ilə bərabər, gündəlik həyat qayğıları ilə bərabər, ya da deyəlim ki, ailəsəl problemlər və ya hər hansı bir psixoloji problemlərlə bərabər artıq davranışsal bağımlılıqlar da ortalığa çıxmağa başladı. Yəni davranışsal asılılıqlar
belə deyim də, nə kimi olur? Deyəlim ki, bir davranışı rutin bir şəkildə etdiyimiz zaman hər hansısa bir pozitiv bir his yaşamağa başlayırıqsa, yəni orada dopamin tədricən deyil, ani bir şəkildə, patlaq bir şəkildə yaranırsa, biz ani bir çox keyifli, çox ləzzətli bir period yaşayıram periyodunda olursa və ya Və qısa müddət ərzində dopamin sintezinin pik həddə çatması. Bəli. Və ya belə deyim də, neqativ duyğularımızı örtbasdır etmək üçün, məsəl üçün bu təməl olaraq nədir? Həyəcan təşviş pozuntusu. Yəni hər hansı bir problem olmadığı zaman belə biz təşviş yaşayırıqsa, hər hansı bir depressiv bir şikayətlərimiz varsa və ya emosional olaraq biz hər hansı bir emosiyalarımızı kontrol edə bilmiriksə, bu yerdə artıq yenə davranış asılılıqlarına başvurub müraciət edə bilirik ki, bu iki halla da qarşılaşmayaq. Hazır doktor, sizin fikirlərinizi eşidək. Siz kardioloqsuz və mənə də, tamaşaçılara da maraqlıdır ki, asıllıq elə qəbul eləyək, narkotik maddələrdən asıllıq. Qəbul olunan narkotik maddələr ürək qan damar sistemində nə kimi dəyişikliklər yaradır? Bu başlanğıc dövrdə və artıq asıllıq halını aldıqdan sonra elə bu şəkildə qruplaşdırıb tamaşaçılarımıza ətraflı məlumat verək. Deməli, burada başlayaq, bayaq deməli, Nigar xanım bunun psixoloji aspektlərindən danışdı. Biz burada morfoloji və ürəkdə baş verən dəyişikliklər barədə danışaq. Yəni, birinci bunu əlavə eləyək ki, bu şəxsdən asılı olan bir xüsusiyyətdir. Bəzi adamlar ola bilər ki, elə ilk dozadanca və yaxud ikinci, üçüncü dozadan bunda ciddi bir problemlər meydana çıxsın. Amma bəzən bu bir qədər sonra çıxa bilir. Yəni, bu şəxsdən asılı olan bir hallardır. Amma istənilən halda, yəni ya əvvəl ya axır, xüsusən də narkotik istifadəçilərində ürək problemlərinin çıxmağı çox labüddür. Bir də indi burada asılıdır hansı tip narkotik maddə istifadə olunur. Çünki hər narkotik maddənin istifadə tipindən asılı olaraq müəyyən ürək pozğunluqları meydana çıxa bilir. Ən birinci onu götürək ki, sintetik və təbii fərqlər var. Sintetik narkotiklərdən istifadəsi çox qısa müddətdə ürək, qan damar, xüsusən damar problemlərinə gətirib çıxardır. Ayaqlarda, əllərdə trofik xoralara gətirib çıxardır. Amma təbii narkotiklərin istifadəsində damar problemlərinin çıxmağı bir qədər gec olur. Amma burada da ürək problemləri daha tez meydana çıxır. Hər bir narkotikində müəyyən bir deməli, ürək problemi vermə ehtimalı vardır. Məsələn, tutaq ki, geroindir, morfindir, bu tipli opioidlərin daha çox ürəkdə bradikardiya, kardiomiyopatiya, ürəyin işemik xəstəlikləri, yəni infarkt deyirlər el arasında, yəni bu tipli xəstəliklər vermə ehtimalı var. Bu ürəyin bu əzələvi orqanda onun toxumasındakı yaratdığı dəyişiklik hesabına baş verir, elə deyilmi? Bəli, bu əsasən onun hesabına baş verir. Bir də ürək damarlarının daralması hesabına, qan laxtalanmasının artması hesabına, yəni ürəyin bütün strukturunu pozur. Bu da dediyimiz məsələlərə gətirib çıxarda bilir. Və yaxud məsələn, marixuananın törəmələri daha çox ürək əzələsini zəiflədir, ürək kardiomiyopatiyaya gətirir, çıxardır. Məsələn, mənim praktikamda bir neçə belə xəstə olub ki, yəni tutaq ki, ilk dəfə olaraq narkotik istifadəsini biz ürəyin yoxlayanda bilmişik, ailəsi də onda bilib. Yəni, bəzi spesifik dəyişikliklər var, yəni bu %100 olmur ki, deyək, bu mütləq bir kriteridir. Amma şəxsən, məsələn, mənim elə bu yaxınlarda bir neçə xəstələrim olub ki, ilk dəfə olaraq ürəyin yoxlayanda ürəkdə olan patologiyalar, yəni yaşına uyğun deyil, bəzi davranışlara uyğun deyil. Buradan biz bilirik ki, bu sırf narkotikin törətdiyi problemlərlə bağlıdır. Bu siz anamnez toplayarkən bunu bilirsiniz, ya hər hansısa bir elektrokardioqrama və yaxud exokardioqrafiya müayinəsindən Yox, bəlli olur? biz bunu həm elektrokardioqrafiya və həm də exokardioqrafiyadan bilirik. Çünki ilk olaraq bunu az istifadə edən şəxslər anamnestik olaraq məlumat verməməyə çalışır. Amma yəni, məsələn, xəstənin tutaq ki, bu bəzi uyğunsuzluqları görəndə və yaxud gənc yaşda başqa heç bir problem olmayanda ürəkdə bəzi dəyişikliklər var. İndi bunu burada biraz xırdalamaq həm vaxt alır, həm də insanların başa düşmədiyi terminlərlə biraz çətin olur. Amma yəni biz bunu görürük ki, məsələn, ürəkdə müəyyən yaşa uyğun olmayan bəzi dəyişikliklər olur ki, və yaxud o klinika, həmin klinikada elə amma dəyişiklik biraz daha dərindir. Onda bundan anlayırıq ki, onda artıq bundan anlayırıq ki,
Bu xəstələrin ürək problemlərinin səbəbi narkotik istifadəsidir. Və erkən vaxtı bu müəyyən olunur, Bu, düzdür? yəni sizə dediyim kimi, ürək xəstəliklərinə narkotikin səbəb olmasının zamanı yoxdur. Bu insanın şəxsi, individual xarakterindən asılıdır. Bəzi insanlarda bir neçə dəfə istifadə kifayət edir ki, ürək problemi əmələ gəlsin, bəzilərində biraz gec. Amma istər gec, istər tez bu əvvəl-axır meydana çıxmalıdır. Və hətta yəqin ki, onların içərisində də elə xəstələr var ki, öncədən ürək xəstəsidirlər, amma halbuki heç vaxtda yoxlanmayıblar. Narkotik maddədən sonra kəskin dəyişiklik baş verir, ondan sonra müraciət edir. Bəli, belə şeylər də olur. Yəni narkotik maddədə, yəni həm əgər əvvəldən varsa, sonra da narkotika başlayıbsa, yəni bu da ürək xəstəliklərinin kəskinləşməsinə, ağırlaşmasına gətirib çıxardır. Elə tamaşaçılarımızla birgə sujetimizi izləyək, təkrar studiyamıza qayıdıb söhbətimizə davam edək. yönəlir. Nigar xanım, elə sizinlə söhbətimizə davam eləyək. Bayaq asılılığa toxunduq və davranış asıllığından da söhbət açdıq. İndi isə toxunaq kimyəvi maddə asıllığına, daha konkret desək, narkotik maddələrdən asılılığa. Narkotik maddələrdən asıllıq necə formalaşır? Bu barədə tamaşaçılarımıza məlumat verərdiniz. Təbii ki, narkotika asılılıq heç bir zaman birdən-birə formalaşmır. Yəni, əsasən xəstələr müraciət etdiyi zaman və ya xəstələrin ailələri müraciət etdiyi zaman hər zaman eyni tablo ilə qarşılaşırıq. Mənim oğlum ya da mənim qızım, işte mənim övladım birdən-birə buna başladı. Yəni, heç bir zaman, nəzərə alsaq ki, asılılıq bir xəstəlikdir, bir psixiatrik xəstəlik sayılır. Yəni, heç bir insanda bir psixiatrik xəstəlik birdən-birə ortalığa gəlməz və formalaşmaz. Yəni, narkotik asılılığa gedən yol bilavasitə digər zərərli vərdişlərdən də gedir. Yəni, bir insan tütün məhsullarını, spirtli içkini artıq kontrolsuz şəkildə istifadə etməyə başlayırsa və bunu
belə deyim də şuur altı şəkildə heç bir necə deyim, şərait yaranmadan artıq bunun istifadəsinə gedirsə, demək ki, bu yolun sonu bir yerdən sonra artıq narkotik istifadəsinə çevrilə bilər. Çox təəssüflər olsun ki, artıq son zamanlarda narkotik biraz daha əl çata bilən kimyəvi maddə və ya zərərli vərdiş olduğuna görə əfsuslar olsun ki, artıq bir insanın narkotika başlaması üçün digər zərərli vərdişlərə artıq ehtiyac duymur, yəni istifadəsinə gərək olmur. Hansı bir şəkildə... Yəni, birbaşa adətən narkotik maddə istifadəçiləri öz başlanğıc mərhələdə bu siqaretdən başlayır, sonra yüngül şəkildə nəşə, marixuana keçid və o da bir tramplin, dırnaq arası tramplin rolunu oynayır, artıq ağır narkotik maddələrə keçir. Bu, alışdığımız senaridir. Bəli. Amma vurğuladığınız kimi, bəli, hal-hazırda elə olur ki, elə birbaşa siqaret çəkməyən şəxs, indiyə kimi istənilən zərərli vərdiş, yəni digər sadaladığımız zərərli vərdişləri olmayan şəxs birdən-birə narkotik maddəsi istifadə etməyə başlayır. Təbii ki, narkotik istifadə edilmə bir sosial mühiti vardır və narkotik istifadə edən bir insanın bir psixoloji olaraq bir meylliliyi də vardır. Bu meyillilikdə nədir? Yəni, burada yanlış bir mesaj vermək istəmərəm, amma yəni, heç bir insan bilərək, istəyərək bunu seçim olaraq bu yolu seçib də bu asılılığa başvurmur. Eyni şəkildə narkotik istifadəsinə. Bir insan əgər özünə qapanmağa başlayırsa, həddindən artıq təşvişlidirsə, deyəlim ki, ailənin bir üzvü bir ailədən ciddi bir şəkildə izolə olmağa başlayırsa, heç bir şəkildə ailə ilə bir ortama gəlmirsə, axşam yeməklərinə gəlmirsə və məni anlamırsınız, durmadan davranışlarla mesaj verməyə çalışırsa, demək ki, bir yerdən sonra həmin ailə üzvünün mənəvi olaraq boşluğu yaranacaq və o boşluğu bağlaması üçün də sözsüz ki, artıq narkotik istifadəsinə başlaya bilər. Və narkotik istifadəsinə də başlaması da əfsuslar olsun ki, artıq bir neçə davranış deyil. Çünki günümüzdə artıq təbii narkotikdən əlavə sintetik narkotiklər də artıq istehsalı vardır, onların növlərinə bağlı olaraq. Əfsuslar olsun ki, artıq bir narkotik istifadəsindən sonra artıq hər şey bir insanın bütün həyat tərzi də dəyişilə bilər və artıq asılılığa doğru başlaya bilər. Aslılıq, narkotik asılılığa hansı şəkildə yaranmağa başlayır və nə cür olur ki, bir insan deyəlim ki, bir dəfə narkotik istifadə edəndən sonra niyə məhz spirtli içki deyil də, tütün məhsulu deyil də yenə narkotik istifadə etməyə başlayır. Təbii ki, narkotikin növlərindən asılı olaraqdan deyəlim ki, eyfariya vəziyyəti deyilir. Hansı ki, bir insan yəni onu istifadə etdiyi zaman halüsinasiyalar, sanrılar eşitməyə başlayırsa, olmayan gözəl mənzərələr və ya belə deyim də, ədəbi dildə desək, biraz bədahətən gözəl bir mühitdə özünü hiss etməyə başlayırsa, təbii ki, eyni mühiti yaşaması üçün yenidən narkotik istifadə etməyə başlayacaq. Və o da hər dəfəsində bu dozasını artırır ki, əvvəlki ilk vəziyyətə dönüşsün. Çünki belə bir şey deyim ki, biz mənfi duyğularımızı yatışdırmaq üçün hər birimizin əslində gündəlik həyatında məşğul olduğumuz fərqli bir məşğuliyyətlər var. Amma bu məşğuliyyətlərin narkotikdən fərqi nədir və ya narkotikin bu məşğuliyyətlərdən fərqi nədir? Biz deyəlim ki, bir film izlərkən onlar zövq ala bilirik. Amma bu zövqdə beynimizdə həzz sistemi vardır ki, orada dopamin tədricən artmağa başlayır və biz ondan daha belə deyim ki, adekvat şəkildə zövq almağa başlayırıq. Amma narkotikdə bayaq vurğuladığım kimi beyində dopamin birdən-birə patlaq verir və o ani dediyiniz kimi o ani belə deyim də zövqü yaşayır və ondan sonra aşağı düşməyə başlayır və həmin o anı yaşamaq üçün durmadan bu narkotiki istifadə etməyə başlayır. Və onsuz da o ilk dəfə istifadədə aldığı həzzi, zövqü almayacaq. Və o zövqü və bundan sonraki həyatını da, bütün həyatın düzənini də, bütün davranışlarında öz zövqü yaşamaq üçün artıq təşkil eləməyə başlayır. Azər doktor, bayaq elə Nigar xanım sintetik narkotik preparatlara toxundu, hansı ki, son dövrlərdə PATA adı ilə məşhurlaşan metamfetamin maddəsi, narkotik maddəsi. Sırf metamfetamin qəbul edən şəxslərdə biz onlarda son dövrlərdə taksi sürücüləri istifadə eləyirdi ki, yuxusuzluq üçün, yəni onlarda yorğunluq olmurdu və
7-24 sükan arxasında olmaq üçün. Yəni ən azından bu mən düşünürəm bu bir bəhanə idi. Bir qrup artıq çəkili xanımlar çəkidən azad olmaqdan ötürü istifadə edirdilər bu patıdan. Bax bu patı maddəsi, patı narkotik maddəsi, yəni metamfetamin ürək fəaliyyətinə nə kimi təsir eləyir? Yəni ümumiyyətlə sintetik narkotiklər daha tez ürəyi sıradan, xüsusən də damarları sıradan çıxartmağa meyilli olurlar. Məsələn, belə deyək ki, ən birinci damarların daralmasına gətirib çıxardırlar, xüsusən də xırda damarların. Məsələn, sağlam adamdan fərqli olaraq, əgər infarkt keçirmiş, yəni bu həmişə olmur, yəni tibbdə bildiyiniz kimi 100% bir şey yoxdur. Amma narkotik istifadəçisi bir şəxsin koronar angioqrafi eləyəndə, ola bilər ki, baxırsan damarlar tərtəmiz, heç bir problem yoxdur, amma infarkt keçirdi. Yəni, amma sağlam adamda bu mümkün deyil. Çünki onlarda xırda damarlar zədələnir və xırda damarların zədələnməsi nəticəsində bundakı yəni, müasir müayinə metodları sağlam insanda eləyə bilmir. Və bu da həmin problemlərə gətirib çıxardır. Yenə bu həmin xüsusən də məsələn belə deyək, ürəkdən ən uzaq orqan olan ayaq nahiyəsində niyə daha çox orada olur? Çünki belə deyək də ürəkdən çıxan qan oksigeni paylaya gedir, ən axırda ayağa gəlir, çıxır. Ona görə oralarda və belə deyək də qanın o ən axırına qalan hissəsi, oksigen ən axıra qalan hissəsi ayağa gedir və bu da orada da xırda damarlar daha çox olur və bu kapillyarlarda və bu kiçik arteriyollarda olan problemlər ayaq nahiyəsində olan qidalanmanın pozulmasına gətirib çıxardır. Orada yaralar əmələ gəlməyə başlayır və yəni belə deyək də bununla da və bu yaralar da dərinləşdikcə buradan bədənə mikroblar keçə bilər ki, bu da septik endokardit deyilən çox ağır bir xəstəliyə səbəb olur. Bundan başqa deməli bayaq Nigar xanım dedi, get-gedə dozanı artırırlar və venadaxili vasitələrə keçirlər. Təbii ki, qeyri-steril şəraitdə olan venadaxili maddələrin istifadəsi də bu da yəni septik endokarditə gətirib çıxarda bilər ki, yəni bunun da özünüz bildiyiniz kimi müalicəsi çox çətindir. Ölüm faizi 50%-lərə gəlib çatır. Nigar xanım, asıllığın yaratdığı insan orqanizmindəki dəyişikliklərdən söhbət açdıq. Ayrı-ayrı formalarına da toxunduq. İstərdim, asıllıq necə müalicə olunur? Bu sualın cavabını araşdıraq. İlk növbədə oradan başlayım ki, narkotik istifadəsində biz mütəxəssislər üçün bunun bir yerdən sonra beyinə zərər verməsi nə dərəcədə böyük bir dezavantaj kimi səslənsə də biz bunu avantaj olaraq dəyərləndiririk. Nəyə görə? Biz bunu düşünürük ki, artıq bu həqiqətən də bu insanın öz şəxsi seçimi deyil. Beyindəki baş verən artıq zərərə, yəni lezyona görə artıq davranışları həmin insan kontrol edə bilmir. Əgər beyində bir zərər varsa, beyindəki hər hansı bir kimyasallar pozulmağa başlayıbsa, biz demək ki, bunu müalicə edə bilirik. Yəni, bu bizim üçün bu baxımdan pozitiv bir şeydir. İkinci bir məsələ, hər hansı bir asılılığı ümumiyyətlə poliklinik şəraitdə, yəni ayaqdan müalicə deyirik, müalicə olunması heç bir şəkildə məqsədə uyğun hesab olunmur. Yəni biz əsasən də xəstələrlə bunun çox problemini yaşayırıq. Ayaqdan müalicə olunmamasının bir çox səbəbləri var. Yəni ayaqdan müalicə dedikdə onu daha da açıq şəkildə tamaşaçılarımıza izah edək. Yəni bir məsələ əlifbasından belə deyək, yəni başlanğıcdanmı? Həmən o mərhələlər hansı mərhələdən başlayır bu? Bu şəkildə ki, ayaqdan müalicə dediyimiz xəstə gəlir və ya xəstə yaxınları tərəfindən gətirilir. Bir psixiatr tərəfindən və ya narkoloq tərəfindən onun farmakolojik müalicəsi yazılır. Biz isə digər tərəfdən psixoterapiya ilə psixoloji dəstəyini veririk. Bu, təbii ki, ayaqdan çox da işə yaramaz və biz bunu da məqsədə uyğun hesab etmirik. Nəyə görə? Narkotikin istifadə edilməsinin təşvişə bağlı olduğunu, emosional kontrolsuzluğa bağlı olduğunu düşündüyümüz üçün, demək ki, bu insana gündəlik həyatda bir siqnallar hələ də baş verəcək. Biz, yəni stasionar şəkildə həmin xəstəni müalicə olunmasını daha çox məqsədə uyğun hesab edirik. Yəni, kənardakı həyatından, bir müddət ailəsindən, sosial həyatından izolyasiya edilməsi.
Bunu bu şəkildə deyim ki, mən təhsil aldığım ölkədə biz minimum 3 həftə yatış verirdik bu xəstələrə. Yatış verildiyi zaman elektronik cihazlar tamamilə əllərindən alınır. Çünki kiminləsə əlaqə saxladığı zaman da hər hansısa bir neqativ hisslər və ya xoşa gəlməz deyalım ki, diyaloqlar, xəbərlər aldığı üçün o yenidən o istəyi təkan vermiş olduğuna görə biz bir müddət həmin xəstəni bütün yaşadığı şəraitdən izolə etməyə başlayırıq. Təbii ki, müalicə başlandıqda zaman farmakolojik müalicə başlanılır. Yəni farmakoloji müalicə... Siz dediyiniz o 2 həftə təcrid etmək farmakoloji, medikamentoz müalicədən sonraki dövrə şamil olunur? Paralel şəkildə gedir. Paralel şəkildə nəyə gedir? Birinci növbədə xəstədə asılılıq nədir, narkotik nədir, tütün nədir kimi, yəni bu işin əlifbasından fərqindəlik yaratmaq üçün biz buna yəni samba terapiyalar deyirdik. Məlumatlandırmalar olur. İşte bu deyəlim ki, narkotikin istifadəsindən dünyada nə qədər ölüm var, nə qədər sağalma var, hansı insanlar hansı şəkildə sağalıb. Yəni farmakolojik müalicənin paralelində maariflənmə məqsədli terapiyalar gedir. Amma daha dərin psixoterapiya isə xəstənin bu kimyəvi maddələr bədəndən təmizləndikdən sonra, yoxsunluq şikayətlərini də yatışdırdıqdan sonra biz bunun psixoloji nöqteyi nəzərinə toxunmağa başlayırıq. Yəni, səni narkotik istifadə etməyə təşviq edən psixolojik məqam nədir? Biz artıq bir yerdən sonra bunun üzərində çalışmağa başlayırıq və bunu loru dildə desək, təmir etməyə başlayırıq. Və eyni zamanda bizim psixotəlimlər deyirik, hansı ki, bu xəstələrin ailələri üçün təşkil olunan. Yəni, narkomanın təkcə özü yox, ailəsi də müalicə olunur. Biz ailəsində psixotəlimləri alırıq. Necə ki, burada xəstəyə məlumatlandırma veririk, eyni şəkildə ailə ilə də görüşmələrimiz olur. Həftədə bir dəfə, 1 saat ərzində deyəlim ki. Və eyni zamanda xəstə deyəlim ki, toparlanana qədər, özünü adekvat şəkildə, düşüncələri formalaşana qədər biz mümkün mərtəbə çox da ailəsi ilə görüşməsinə də icazə vermirik və buna istidə baxmırıq. Yəni, belə düşünün ki, 2 qütbə ayırırıq, xəstə ilə ayrı bir şəkildə çalışırıq, xəstənin ailəsi ilə də fərqli bir şəkildə çalışırıq. Nəyə görə? Çünki o xəstəxanadan çıxdıqdan sonra inteqrasiya olmalıdır. Ailə ona heç bir şəkildə ailənin xaricindəmiş kimi davranılmaması. Bununla necə davranılmalı? Əslində bu bir seçimdir, bu bir xəstəlikdir. Hansı davranışlarımız ona müsbət təsir edər, hansı davranışlarımız neqativ təsir edər kimi durmadan təlimlər veririk. Yəni nə qədər çox maariflənmə, o qədər çox da nəticə əldə etməyimizə səbəb olur. Deməli, doktor, biz narkotik maddələrin ürəkdə, ürək-qan damar sistemində ciddi xəstəliklərə səbəb olduğunu tamaşaçılarımıza sizin vasitənizlə çatdırdıq. İstərdim müalicə prinsiplərinə toxunaq, hansı ki, bu ürəkdə və damarlarda baş verən və narkotik maddənin səbəb olduğu xəstəliklərdən müalicə prinsipi necədir? Narkotik maddələrdən ürək xəstəliklərinin müalicə prinsipi digər ürək xəstəliklərinə yanaşmadan fərqlənmir. Yəni, ürək xəstəliyini burada sırf digər ürək xəstəlikləri nə cür müalicə olunursa, o cürdə müalicə edirik. Sadəcə olaraq bununla paralel surətdə narkotik asıllığından qurtarmağa çalışmaq lazımdır. Çünki, yəni belə deyək, bildiyiniz kimi ürək xəstəliklərinin 90% xroniki xəstəliklərdir. Yəni, bunlarda sağalma tam mümkün deyil. Yəni, sadəcə olaraq xəstəliyin gedişini yavaşlatmaq mümkündür. Xəstəliyin təkrarlanmasının müddətini uzatmaq mümkündür. Amma tam müalicə olunmur. Amma bu narkotik istifadəçilərində bir üstünlük var ki, əgər bunlara vaxtında müalicəyə başlanırsa və bunlar da narkotikdən vaxtında qurtarırsa, bunlarda artıq belə deyək, təkrarlanma ehtimalı demək olar sıfıra yenir. Yəni, narkotik istifadəçisi, məsələn, infarkt olubsa, əgər infarktın müalicəsindən sonra bu narkotikdən qurtarırsa və cavan yaşlardarsa və digər risk faktorları yoxdursa, bunda bu xəstəlik tam müalicə olunmuş saya bilərik. Digər məsələ, sintetik narkotik istifadə eləyib problem yaşayanlardadır. Bu, tutaq ki, aşağı ətraflarda yaralardadır və bu trafiki xoralar bir qədər dərinləşdikdən sonra demək olar ki, müalicəsi yox səviyyəsində bir şey olur. Yəni, çox vaxt ola bilər ki, gətirib ətrafın itirilməsinə gətirib çıxarda bilər. Elə verilişimizin bu məqamında əməkdaşlarımızın hazırladığı növbəti sujeti izləyək, təkrar studiyamıza qayıdıb söhbətimizə davam eləyərik.
Narkomaniyanın sosial təhlükəsi bundadır ki, insanların fiziki və psixi sağlamlığını ciddi şəkildə pozur. Onlarda ruh düşkünlüyü yaradır, intellektual səviyyəni, ictimai fəallığı zəiflədir, cəmiyyət arasında ünsiyyəti məhdudlaşdırır və parçalayır. Narkotika aludə olanlar psixi xəstəliklərə tutulur, tüfeyli həyat tərzi keçirməyə başlayır və əksər hallarda ictimai təhlükəli əməllər, o cümlədən cinayət törədirlər. Buna görə də narkomaniyanı kriminogen amil hesab etmək olar. Narkotik euforiya vəziyyətində narkomanların ən müxtəlif xarakterli cinayətlər törətməsi barədə çoxlu faktlar var. Bütövlükdə narkotizmlə cinayətkarlıq arasında qarşılıqlı əlaqələrin olması artıq heç kimdə şübhə doğurmur. Bu bəlaya mübtəla olanlar narkotik maddələr almaq üçün vəsait əldə etmək məqsədi ilə bəzən heç nəyin fərqinə varmır və cinayət törətməyə yüksək hazırlıq vəziyyətində olur. Narkotiklərə ehtiyacı artan insanların davranışında kriminal meyillər də çoxalır. Narkomanın eqoizmi, onun bütün niyyət və hərəkətləri nəyin bahasına olursa olsun istənilən yollar narkotik dozanın əldə edilməsinə yönəldilir. Bu isə son nəticədə onu hüquqa zidd hərəkətlərə sövq edir. Belə hallarda narkomaniya yalnız şəxsiyyəti məhv etməsi ilə deyil, həmçinin ağır cinayətlərin səbəblərindən birinə çevrilməsi ilə də ictimai təhlükə yaradır. Çoxlarında narkotik vasitələrin təsirindən iradə və şuurun zəifləməsi baş verir. Onlarda rəzil, alçaq instinktlər doğurur. Həddindən artıq qısqanclıq, təcavüzkarlıq, sadizm yaranır. Bunlar da öz növbəsində narkomanları adam öldürmək, sağlamlığa ağır zərər vurmaq, habelə digər cinayətlərə sövq edir. Çox zaman tamah və zorakılıq motivli kriminal əməllər narkotik aclığın təsiri altında törədilir. Bu halda məqsəd narkotik yanğı və aclığı aradan qaldırmaq, qarşısını nə yolla olursa olsun almaqdan ibarətdir. Narkomaniya cinayətkarlıq və sosial təcrid olunmanın digər növləri ilə sıx əlaqəlidir. Araşdırmalar göstərir ki, narkomanların çoxu gec-tez cinayətkarlıq yoluna qədəm qoyur. Məhkum olunmuş narkomanların çoxu narkotik maddə almaq üçün oğurluq edir. İctimai qaydaları və ictimai təhlükəsizlik əleyhinə cinayətlərin xüsusi çəkisi narkomanlar arasında yüksəkdir. Həmin cinayətlərin böyük bir qismi xuliqanlığın payına düşür. Narkomanların törətdikləri cinayətlərin bir hissəsi narkotik aclıq vəziyyətində edilir. Lakin həmin şəxslər narkotik maddələrin təsiri altında heç də az təhlükəli deyil. Narkomanların adam öldürməsi və başqa ağır cinayətlər törətməsi hallarına kifayət qədər rast gəlmək olar. İradə zəifliyi, öz hərəkətlərinə nəzarət bacarığının azalması, öz hərəkət və əməllərinə tənqidi yanaşa bilməməsi, bütün bunlar narkomanları xarakterizə edən əsas xüsusiyyətlərdir. Bu məqamlar cəmiyyətə zidd davranış variantını seçməyə, yalançılığa və riyakarlığa gətirir çıxarır. Nəticədə onlar narkotik maddələri hardan əldə etdiklərini gizlədir, narkodillerlər haqqında ifadə verməkdən imtina edir, yaxud bilərəkdən yalan söyləyir. Beləliklə, ədalət məhkəməsi əleyhinə cinayət törədirlər. Nigar xanım, narkomana yanaşma tərzi necə olmalıdır cəmiyyətdə? İlk növbədə bu yanaşma tərzi düşüncəsinin formalaşması üçün bol-bol şəkildə asılılıq xəstəliyi ilə bağlı araşdırmaq, maariflənmək və olduqca da elmi məqalələrin araşdırıb oxunmasında fayda vardır. Düşünürəm ki, bugünkü gündə heç bir məlumat bizim üçün əlçatmaz deyil. Və ikinci bir məsələ, bunun artıq şəxsi seçim yox, bunun həqiqətən də bir xəstəlik olduğunu anlayıb dərk etməmiz lazımdır. Yəni, necə ki biz bir diabet xəstəsini diabet olduğuna görə tənqid etmiriksə, necə ki yüksək təzyiq yaşayan bir insanı sən niyə yüksək təzyiq yaşayırsan, ayıb olsun sənə kəlməsini demiriksə və necə ki deyəlim ki kardioloji problem yaşayan bir insanın əxlaqi dəyərlərində ciddi bir problem olduğunu demiriksə, əslində də bu eyni şəkildə də bu yanaşmadır. Yəni asılılıq bir xəstəlikdir. Bunun heç bir əxlaqi dəyərlə, hər hansısa bir mənəvi dəyərlə və eyni zamanda şəxsi seçimlə heç bir şəkildə əlaqəsi yoxdur. Sadəcə və sadəcə dəstək, bol dəstək vermək və eyni zamanda biraz daha qarşı tərəfi dinləməmizdə fayda vardır. Bəlkə dinlədiyimiz zaman həmin insana edə biləcəyimiz dəstəyin ipucularını eşidə bilərik və ya öyrənə bilərik. Çünki
qarşı tərəfləri, yəni bu zərərli vərdişləri, yəni asılılıq xəstəliyindən əziyyət çəkənləri danışdırsa, ən az onlar da bizim qədər bundan əziyyət çəkirlərsə, düşünürəm ki, onlar üçün də bu həyatı yaşamaq heç bir şəkildə xoş deyil. Bu şikayətləri yaşamaq və bunun üstünə toplum tərəfindən təcrid olunmaq, hər bir yerdə qınaq obyektinə çevrilmək, onlar üçün də düşünürəm ki, heç xoş bir şey deyil. Yıxılana bir dənə də balta ilə bir cəmiyyət. Və heç bir insan da istəyərəkdən, bilərəkdən özünü bu statuya, bu mövqeyə gətirməz. Bunun altında yatan bir səbəblər vardır. Bunu araşdırıb dəstək olmaq lazımdır. Eyni zamanda ailəyə veriləcək tövsiyələrimdən birisi də budur ki, yəni biz bir problemlə qarşılaşdığımız zaman və ya bir aciz qaldığımız xəstəliklə qarşılaşdığımız zaman hər zaman bu dünyada, bu həyatda bunu yaşayan tək bizim olduğumuzu düşünürük. Amma heç bir zaman düşünməsinlər ki, onlar təkdir, tək bu problemi yaşayırlar. Sadəcə və sadəcə bununla məşğul ola biləcək mütəxəssisləri araşdırıb, biz bu mövzuda nə edə bilərik? Yəni, həddindən artıq sərt qayda qanunlar və ya həmin ailə üzvünə qarşı zorakılıq və ciddi bir radikal qadağalar tam tərsi bu xəstəliyi azaltmaz ki, şikayətləri də artırar. Yəni, biz o insan qarşı tərəfə nə qədər çox negativ hiss yaşadarıqsa, qarşı tərəfin narkotik istifadəsinə bir o qədər də təkan vermiş oluruq. Doktor, sizin də fikirlərinizi eşidək. Yəni, cəmiyyətdə narkomana əlbəttə ki, kifayət qədər məlumat verdi. Nigar xanım, sizin də fikriniz maraqlıdır tamaşaçılarımıza. Necə yanaşmaq lazımdır? Yəni, məsələn, mən indi biraz, yəqin ki, Nigar xanım daha çox bu məsələlərlə məşğul olur. Mən də biraz dolayı yollarla, yəni tutaq hansısa bir ürək problemi çıxanda bizim yanımıza gəlir və yaxud ürək problemi çıxanda sonra biz məlum olur ki, bu narkotik istifadəçidir. Yəni, biz daha çox dolayı bu xəstələrlə məşğul oluruq. Amma belə bir şey deyim ki, yəni, məsələn, mənim gördüyüm hallarda tutaq ki, ətrafı xəstənin üstünə düşürlər ki, bəs sən birdən çıxır, sən niyə belə oldu, nətər oldu? Yəni, biraz xəstənin üstünə hər tərəfli baskı olur. Yəni, təbii ki, belə olanda özünü onlardan gizlədəcək, elədiyi işləri daha gizlin eləməyə çalışacaq, yəni ürəyini bunlara açmayacaq. Yəni, birincisi bundan qaçmaq lazımdır. İkincisi də biraz ləngimiş xəstələrdə, yəni orada artıq ailəndə biraz başa düşmək olar ki, yəni ailə də artıq həmin insandan bezir. Yəni, çünki evdən oğurluq eləyir, lazım olmayan borca girir, hər dəfə polisə düşürlər, yəni hər dəfə həmin adamlarla ailə problem yaşayır və bəzən olur ki, heç mənlik bu adam deyil, bunun bizə aidiyyəti yoxdur, yəni belə bir şeylərlə də rast olmuşuq. Başına nə gəlir gəlsin. Yəni, biraz da belə fikirlər də olanda da olur. Yəni, ona görə mənim belə deyək də fikrimcə birinci təzə aşkara çıxanda üstünə çox getmək olmaz. Çünki o artıq gizlənəcək, elədiklərini daha gizlin eləməyə çalışacaq və ailəsinə biraz məsafə qoyacaq öz arasında və bunun üçün biraz çətinlik olacaq. Amma bu son mərhələdə olanlar üçünsə, yəni mənim fikrimcə bu artıq müalicəyə də tabi olmayacaq, ailələrini də bezdirir. Yəni hər hansısa bir psixi xəstələrin yığılıb saxlandığı kimi bir yerdə yığıb saxlamaq daha yaxşı olardı. Hörmətli tamaşaçılar, bizə ayrılan zaman başa çatdı. Sağollaşmazdan öncə istərdim qonaqları bir daha təqdim edeyim sizə, hansı ki bu verilişimizdə iştirak etdilər və öz biliklərini sizlə bölüşdülər, siz maarifləndiniz və bu verilişimiz sayəsində də əgər bir nəfəri zərərli vərdişdən uzaq tuturuqsa, əlbəttə ki, bu bizim uğurumuzdur. Klinik psixoloq Nigar xanım Novruzlu idi qonağımız. Nigar xanım, sizə minnətdarıq, çox sağ olun. Mən təşəkkür edirəm. Və həkim kardioloq Azər doktor Mustafayev, Azər doktor, sizə də minnətdarıq. Biz də sizə minnətdarıq. Hörmətli tamaşaçılar, bizə ayrılan zaman başa çatdı. Zərərli vərdişlərdən özünüzü və ətrafınızı uzaq tutun. Gələn görüşədək hələlik.